Prokuror məhkəmədə erməni əsilli şəxslərin cəzalandırılmasına dair təkliflər səsləndirilib. Belə ki, prokuror Arayi Kartunyan və 4 nəfər erməni əsilli şəxsə ömürlük həbs cəzası istəyib. Qeyd edək ki, məhkəmə prosesi noyabrın 27-sində davam etdiriləcək. Gəlin bu məhkəmədə prokurorların təklifləri ilə bağlı daha ətraflı məlumat üçün sujetimizi izləyək. Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli təqsirləndirilən şəxslərə qarşı irəli sürülən iddiamlar üzrə cinayət əməllərinin tövsifinə münasibət bildirib. Qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 sayılı qətnamələri Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın suveren ərazilərinin işğal edildiyini, bununla da Ermənistanın Azərbaycana qarşı təcavüzkar müharibə apardığını təsdiqləyib. İttiham çıxışında göstərilib ki, Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüzkar müharibə aktiv hərbi əməliyyatların aparılmadığı dövrdə belə faktiki olaraq dayandırılmayıb. Təcavüzkar müharibənin gedişində Ermənistan silahlı qüvvələri atəşkəsi dəfələrlə pozmaqla Azərbaycan ərazisində qanuni fəaliyyət göstərən onun silahlı qüvvələrinin üzvlərini, mülki şəxsləri, onların əmlaklarını, mülki təyinatlı dövlət obyektləri, həmçinin mühüm strateji əhəmiyyətə malik obyektləri, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft kəmərini hücum obyektinə çevirib. Beləliklə də məhkəmədə tədqiq olunan sübutlarla təsdiq olunub ki, Ermənistan Azərbaycanın suveren ərazilərini işğal edib. Azərbaycana hərbi təcavüz zamanı, eləcə də ondan sonraki dövrdə sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və çox sayda digər xüsusilə ağır cinayətlər törədib. Daha sonra Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev və Baş prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov çıxış edərək təqsirləndirilən şəxslərin ittiham olunduqları hər bir cinayət əməlinə görə təyin edilməli cəzaya dair dövlət ittihamını müdafiə edən prokurorların təkliflərini səsləndiriblər. Vurğulanıb ki, təqsirləndirilən Arkadi Qukasyanın, Bako Saakyanın və Madat Babayanın ömürlük azadlıqda məhrum etmə növündə cəza nəzərdə tutan cinayətlərin törədilməsində ittiham olunmalarına və həmin ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirilməsinə baxmayaraq, yekun məhkəmə qərarı, yəni hökm çıxarılanadək həmin təqsirləndirilən şəxslər 65 yaşına çatdıqları üçün Azərbaycan Cinayət Məcəlləsinin tələblərinə əsasən onlara ömürlük azadlıqda məhrum etmə cəzası təyin edilə bilməz. Təklif olunub ki, Arayi Kartunyan, Levon Mnatsakanyan, David Manukyan, David İşxanyan, David Babayan ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilsinlər və cəzalarını həbsxanada çəksinlər. Arkadi Qukasyan, Bako Saakyan, Madat Babayan, Melikset Paşayan 20 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsinlər və cəzalarının ilk 10 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəza çəkmə müəssisəsində çəksinlər. Qarik Martirosyan 19 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin və cəzasının ilk 10 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. David Allahverdiyana dair təklifdə göstərilib ki, 18 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin və cəzasının ilk 10 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. İttiham olunanların hər birinin cəza çəkmə müddətinin başlanğıcı tutulduqları vaxtdan hesablansın. Levon Balayan barədə təklifdə bildirilib ki, 17 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin və cəzasının ilk 10 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təklif edilib ki, Vasili Beqlaryan, Gurgen Stepanyan, Erik Qazaryan hər biri ayrılıqda 16 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsinlər. Bundan başqa cinayət işi üzrə maddi sübutlar barədə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi tələblərinə uyğun şəkildə qərar qəbul edilməsi məhkəmədən xahiş olunub. Məhkəmə prosesi noyabrın 27-sində davam etdiriləcək.